Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. Deməli, dərsimizə davam edirik. Dərsimiz və qulu linnəsi husna. Şeyx Muhammed ibn Said Raslan Hafizahullahın xütbələrindən tərtib olunmuş kitabdır. Və qulu linnəsi husna. İnsanlara gözəl sözdür. Və növbəti məsələdə Şeyx Hafizahullah buyurur ki, Əl-lisanu min ni'amillahil azim əv min ni'amillahil azimə. Dil Allahın insana verdiyi ən əzəmətli nemətlərdən bir nemətdir. Fikir verirsiniz, Şeyx Hafizahullah burada dilin nemətindən gətirib. Bu mövzuda danışacaq inşallah. Və dil insana nemət olduğu kimi qardaşlar, yəni hər nemət bu cürdür. İnsan əleyhinə də ola bilir, leyhinə də. Yəni onu xeyrə istifadə etdikdə leyhinə olur, onun üçün cənnəti qazandırır. Əleyhinə nə vaxt olur? Onu öz əleyhinə istifadə etdikcə, yəni Allahın haram etdiyi şeylərə istifadə etdikcə. Və buyurur ki, وَالْلِسَانُ مِنْ نِعَمِ اللّٰهِ الْعَظِيمَ. Dil Allahın böyük nemətlərindən və əzəmətli yaratmasının qəribə incəliklərindəndir. Və sonra buyurur ki, İz la yestebinul kufru vel imanu illa bi şehadetil lisan. Fikir verin. Dil həcmi kiçik olsa da itaəti və cinayəti böyük olandır qardaşlar. Və Şeyx Hafizullah buyurur ki, küfür və iman ancaq dilin şəhadəti iqrar etməsi ilə bəlli olur. Yəni qul nə zaman o neməti fərq edir, yəni dilin nemət olduğunu, o ya küfrü iqrar edir, ya da imanı. Nə vaxt imanı iqrar etsə, o dil Şeyx Hafizullahın bildirdiyi kimi, o dil nə olur? Nemət olur onun üçün. Nə vaxt küfrü iqrar etsə, o zaman bəla olur. Bəli. Və huma gayetut ta'ati vel isyan. Və o da, yəni bunlar isə iman və küfrə şəhadət etməsi, bunlar isə itaət və asiliyin əsasıdır qardaşlar. İtaət və asiliyin əsasıdır. Thumma innehu ma min mevcudin əv ma'dumin, xaliqin əv məxluqin, mütəxayyilin əv ma'lumin, məzmunin əv məvhumin illə vəl-lisanu yətənəvəluhu. Və deyir ki, bundan əlavə elə bir mövcud və ya ma'dum olan, ma'dum nə deməkdir? Mövcud olan və yaxud da yoxluq, xaliq və ya məxluq, İstər xəyali şeylər olsun və yaxud da ki, məlum olan şeylər olsun, şübhəli və yaxud da vahmi bir şey yoxdur ki, dil ona toxunmasın. Dil ona toxunur. Yəni, dil hər şeyə toxunur. Var olan, olmayan, Allah barədə, məxluq barədə. Təsavvür edin, sizin ağlınıza gələcək hər bir şeyə dil toxunur. Və yətəarradu ləhu bi isbətin əv nəfyin. Yəni, bu dil nə edir? Onlara toxunmaqla. Ya onu təsdiq edir, ya da onu inkar edir. Ya onu təsdiq edir, ya da inkar. فَإِنَّ كُلَّ مَا يَتَنَاوَلُهُ الْعِلْمُ يُعْرَبُ عَنْهُ اللِّسَانِ إِمَّا بِحَقٍّ أَوْ بَاطِلٍ وَلَا شَيْءَ إِلَّا وَالْعِلْمُ مُتَنَاوِلٌ لَهُ وَهَذِهِ خَاصِيَّةٌ وَلَا توجد في سائر الأعضاء. Və buyurur ki, Şeyx Hafizahullah, çünki deyir, elmin əhatə etdiyi hər şeyi dil ifadə edir. İstər haqq olsun, haqla olsun, istərsə də batillə olsun ifadə edir. Yəni, elmin əhatə etdiyi hər bir şeyi dil ifadə edir. Ya onu haqla deyir, haqqı qazanır, savabı qazanır və yaxud da batillə ifadə edir, günah qazanır. Və buyurur ki, elmin isə əhatə etmədiyi, edə bilməyəcəyi heç bir şey yoxdur. Elm hər şeyə əhatə edir. Deməli, dilin sərhəddi yoxdur, qardaşlar. Şeyx Hafizullah demək istəyir ki, dilin sərhəddi deyilən bir şey yoxdur. Dil hər şey danışır. Olan, olmayan, Allah barədə, məxluq barədə, yer, göy aralarındakı hər şeydən danışır dil. Elm nəyi ki əhatə edir, dil hamısını danışır. Ya haqqı danışır, ya da batili. Və bu dilin xüsusiyyətidir. Başqa bir əzalarda belə bir xüsusiyyət yoxdur, qardaşlar. Başqa bir insanın orqanlarında, başqa orqanlarda belə bir xüsusiyyət yoxdur, dildə olan xüsusiyyət kimi. Və buyurur ki, فَإِنَّ الْعَيْنَ لَا تَصِلُ إِلَى غَيْرِ الْأَلْوَانِ وَالصُّوَرِ. Və deyir, insanın gözünə fikir ver. Göz rənglərdən və surətlərdən başqa heç nəyə toxunmur. Yəni çatmır. Və deyə bilirsənmi, gözümlə toxundum? Deyə bilmirsən. Çünki gözün sərhəddi hara kimidir? Gözə verilən məhdudiyyət var. Göz ancaq rəngləri və surətləri görür. Və sonra buyurur ki, وَالْآذَانَ لَا تَصِلُ إِلَى غَيْرِ الْأَسْوَاتِ. Və həmçinin qulaq da bu cürdür, qardaşlar. Qulaq ancaq, yəni səslərdən başqasına çatmır. Ancaq qulaqla səs eşidirsən. وَالْيَدَ لَا تَصِلُ إِلَى غَيْرِ الْأَجْسَامِ وَكَذَا سَائِرُ الْأَعْضَاءِ. Buyurur ki, eləcə də əl. Əl cisimlərdən başqasına çatmır. Cisimlərə toxunmaqla kifayətlənir. Digər üzvlər də bu cürdür. Onlar məhduddular.
Və sonra buyurur ki: "Vel-lisanu rahbul meydan, leysa lehu maraddun və la liməcalihi muntahan və haddun lehu fil xeyri məcalun rahbun və lehu fiş-şerri zeylun sahbun. Femen atlaqa azabetel lisan və elhemehu merhal anan." Və buyurur ki, dilin meydanı genişdir. Və yəni bu dil elə bir şeydir ki, sonu və sərhəddi yoxdur bu şeyin. Xeyirdə də onun geniş sahəsi var, şərdə də böyük və uzun təsiri mövcuddur. Şərdə də uzun təsiri mövcuddur. Və kim bu dilini sərbəst buraxarsa və şeytan ona başçılıq edərsə, şeytan onu hər sahədə tutar, yaxalayar, onu sürükləyər və nəhayət elə bir vəziyyətə salar ki, uçurumun kənarına aparıb o insanı həlak edər. Və sonra buyurur ki, məyər insanlar burunları üstə cəhənnəmə sürükləyən dillərinin səmərələri deyilmi? Dillərinin qazandıqları deyilmi? Və onu ancaq dünyada və axirətdə fayda verəcək yerlərdə buraxmalısan və zərərindən qorxulan hər şeydən, istər indiki zamanda olsun, istər gələcəkdə. Yəni gələcəkdə burada qasd nədir qardaşlar? Axirətdə. Yəni istər indiki zamanda dünyadaykən sənə zərər verən şeylərdən olsun, istər də axirətdə səni cəhənnəmə aparacaq şeylərdən o dili tutmalısan. Bu mütləqdir. Və sonra buyurur ki: "Və ilmu ma yuhmadu fihi itlaqul lisan aw yudammu ghamidun aziz." Dilin sərbəst buraxılmasının harda bəyənilən olmasını və harda isə pisləndiyini bilmək çox çətin məsələdir qardaşlar. Yəni sən dili harda buraxmalısan? Bəyənilən şeydir. Yəni danışa bilərsən. Bu bəyənilən şeydir. Dilimi sərbəst buraxdım burada və harda deməli bunu saxladım. Bu mənim üçün xeyir olmayacaq, zərərdən başqa bir şey olmayacaq. Bu məsələ çox çətin məsələdir qardaşlar. Bu məsələ çox çətin. İndi görün Şeyx Hafizullah nə deyir? "Vel-amalu bimuqtadahu ala men arafahu thiqlun asir." Subhanallah. Və deyir ki, buna uyğun əməl etmək isə ola bilsin ki, insan qardaşlar, ola bilsin insan bilir. Dili harda tutmaq lazımdır, harda buraxmaq, harda onun üçün şərdir, harda xeyir. Lakin deyir subhanallah, bunu bilmək kifayət eləmir. Buna əməl etmək, hətta bunu bilənlərə də belə ağır gəlir. Sən bilə bilərsən, burada şərdir, amma dilini tuta bilmirsən. Ağırdır. Və buyurur ki: وَأَعْصَى الْأَعْضَاءِ عَلَى الْإِنْسَانِ اللِّسَانِ وَقَدْ تَسَاهَلَ الْخَلْقُ فِي الْإِحْتِرَازِ عَنْ آفَاتِهِ وَغَوَائِلِهِ وَالْحَذَرِ من مصائده وحبائله وإنه أعظم آلات الشيطان في استغواء الإنسان. Və buyurur ki, insan üzvləri içərisində idarə olunması ən çətin olan üzvdür dil. Yəni bunu idarə etmək ən çətin şey. Əlini idarə bilərsən, haramdan çəkə bilər, amma dil elə bir şeydir ki, insan bunu saxlaya bilmir. Və sonra buyurur ki, insanlar dilin bəlalarından, hiylələrindən və tələlərindən qorunmaqda çox vaxt səhlənkarlıq edirlər. Hansı ki, dil şeytanın insanı azdırmaq üçün istifadə etdiyi ən böyük alətdir. Ola bilər şeytan səni əldə azdıra bilməz, toxunmaqda, gözdə azdıra bilməz, sahib ola bilərsən. Amma dil elə bir şey, bunu tutmaq çətindir qardaşlar. Ona görə Allahdan müvəffəqiyyət istəmək lazımdır sırf bu barədə. Allahım dilimi qoru. Və bu məsələni İhya-i Ulumuddin əsərində İmam Qazali rahimehullah zikr etmişdir. Və sonra bir şeir parçası qeyd ediblər. Buyurur ki: "Yusabul fata min asratin bilisanih ve leysa yusabul mer'u min asratir ricli. Fa'asratuhu fil qawli tuzhibu ra'sahu ve asratuhu bir ricli tebra ala mehli." Buyurur ki, gəncin, bir cavanın dilinin büdrəməsi ilə müsibətə düçar olar. Lakin ayağının büdrəməsi ilə ona ölüm gəlməz. Sözdəki büdrəmə insanın başını aparar, ayağının büdrəməsi isə zamanla sağalıb keçər. Fikir verin, burada nə demək istəyir? Baxın. Deyir ki, bir gəncin dilinin büdrəməsi ilə müsibətə düçar. Çünki dil insanı elə eləyə bilər ki, sən müsibətə düçar olarsan. Başına bəlalar gələr. Lakin ayaq büdrəyəndə insana ola bilsin ki, fəlakət gəlməsin, müsibət gəlməsin, ölüm gəlməsin. Və sonra buyurur ki, sözdəki büdrəmə insanın başını aparar. Sözdəki büdrəmə nə deməkdir? Yəni insan başını aparar, yəni ölüm gələ bilər ona. İnsan mücərrəd küfür kəlam işlədib dindən çıxmaqla başını apar. Yəni ölüm gəlir sənə. Yəni səni öldürə bilərlər. Tək bunun dini tərəfini fikirləşmə, dünyavi tərəfləri də belədir. İnsanlar arasında cinayətlərə baxın, subhanallah. O cinayətlər məgər onların əlləri ilə elədikləri şeylərə görə midir? Xeyr. Yəni çox halda, əksəriyyət halda dilləri ilə bir-birlərinə əziyyət verdiklərinə görə başlarına o cür bəlalar gəlir. Və
Və buyurur ki, ayağının büdrəməsi isə zamanla sağalıb keçər. Ola bilsin ayağın büdrədi bir məsələdə, zamanla sağalıb keçər. Yəni bu tədavi, amma dilin bəlası elədir ki, dil o anda baş verir və müsibəti də həmin anda gerçəkləşir. Bəli. Və fikir verin, Şeyx Hafizullah sonra buyurur. Deyir ki, söz bir tərcüməsidir. Və vicdanın, yəni insanın daxili aləminin anbarlarını ifadə edir və sirlərin gizlinlərindən xəbər verir. Ağızdan qəfil çıxan sözü geri qaytarmaq mümkün deyil. Qaçıb gedən söz isə geri döndürməyə güc yetməz. Yəni insanın nə vaxt ki ağzından bir kəlam çıxdı, yəni onu qaytarmaq mümkündürmü sizcə? Xeyr, qaytarmaq mümkün deyil. İnsan ola bilsin ki, bir yerə getsin. Məsələn, deyək ki, harama getmək istəyir bir insan. Ola bilsin ki, o yarı yoldan tövbə edib, o qayıda bilər. O gedişi saxlaya bilər. Amma dil elə bir şeydir ki, o dildən o söz çıxırsa artıq mümkün deyil onu qaytarmaq, qardaşlar. Bu da həqiqətən bu əzanın əcayibliyindəndir, subhanallah. Əzanın əcayibliyindəndir. Və buyurur ki, فَحَقٌّ عَلَى الْعَاقِلِ Ağıllı insana yaraşan odur ki, أن يحترز من زلل الله بالإمساك عنه أو بالإقلال منه. Buyurur ki, ağıllı insana yaraşan odur ki, dilin xatasından özünü qorusun. Dilin xatasından qorunsun. Ya sussun, ya da sözünü azaltsın. Ancaq dinində qazanc və artın ümid etdiyi şeylərdən danışsın. Əgər bir kəlməni danışmaq istəsə düşünsün. Bunda bir qazanc və yaxud da fayda varmı? Yoxsa yoxmu? Və sonra buyurur ki, əgər onda bir qazanc yoxdursa, neynəsin? Susmalıdır, vacibdir üzərinə. Əgər bir qazanc varsa, danışsın yox, fikir verin. Əgər onda bir fikirləşirsən ki, sənin danışdığın şeydə bir qazanc var. Mücərrəd olaraq danışma. Hətta burada da dayan, fikirləş. Ola bilsin ki, bundan daha qazanclı bir kəlməni əldən vermirsən. Sənin danışacağın o andakı kəlamdan daha xeyirli kəlam var. Bunu da fikirləş. Əgər elədirsə, onu daha faydalı olanla, yəni olanı zayi etmə. Daha faydalı olanı danış. Bəli. Və sonra buyurur ki, növbəti məsələyə keçid alır Şeyx Hafizullah. Bu da ən mühüm məsələlərdən biridir, qardaşlar. Hifzul lisan, dilini qorumaq. İnsanın dilini qoruması. Allah Subhanahu wa Taala Qaf surəsinin 17-ci 18-ci ayəsində buyurur ki, Əuzu billahi mineşşeytanirracim. İz yetelaqqal mutalaqqiyan anil yamin və anil şimal qa'id. Ma yalfizu min qawlin illa ladayhi raqibun atid. İnsanın sağında və solunda əyləşmiş iki mələk var. Neynirlər? İnsanların əməllərini təsbit edirlər. Dediyi hər bir sözün yanında, yəni onun yanında yazmağa hazır olan gözətçi mələklər var. Və insan daim bu ayəni yanında saxlamalıdır. Fikirləşməlidir hər dəfə danışanda. Bax, mən danışıram, mənim yanımda hazır duran mələklər var. Ona görə müminin ağzından fuhuş söz çıxmamalıdır, başqasını təhqir, qeybət, nəmmamlıq etməməlidir. Bu şeyləri fikirləşməlidir ki, yanımda əyləşənlər var. Kimlərdir? Allah Taala'nın gözətçi mələkləridir. Və buyurur ki, فَفِي هَذِهِ الْآيَةِ تَذْكِيرٌ لِلْمُؤْمِنِينَ بِرِقَابَةِ اللّٰهِ عَزَّ وَجَلَّ الَّتِي لَا تَتْرُكُ الْإِنسَانَ لَحْظَةً مِنَ اللَّحَظَاتِ. Və bu ayədə möminlərə Allahın nəzarəti xatırladılır. Nədir? Riqab, yəni sənin üzərində muraqib olan da Allah səni izləyir. O nəzarət ki, insanı bir göz qırpımında olsa belə, bir an olsa belə tərk etmir. Və heç bir vəziyyətdə ondan qafil qalmır. Heç bir vəziyyətdə وَلَا تَغْفُلُ عَنْهُ فِي حَالٍ مِنَ الْأَحْوَالِ Ondan heç bir vəziyyətdə ondan qafil qalmır. Hətta فِيمَا يَسْطُرُ عَنْهُ مِنْ أَقْوَالٍ وَمَا يَخْرُجُ مِنْ فَمِهِ مِنْ كَلِمَاتٍ Hətta deyir, insanın ağzından çıxan kəlmələr və dediyi sözlər belə bu nəzarət altındadır. Bu nəzarət altındadır. فَكُلُّ قَوْلٍ مَحْسُوبٌ لَهُ أَوْ عَلَيْهِ مَحْسُوبٌ لَهُ أَوْ عَلَيْهِ وَكُلُّ كَلِمَةٍ مَرْصُودَةٌ فِي سِجِلِّ أَعْمَالِهِ يسجله الملكان في الدنيا ويوم القيامة ينكشف الحساب ويكون الجزاء. Buyurur ki, hər bir kəlmə əməl dəftərində, beləliklə deyilən hər bir söz ya insanın xeyrinə olur, ya zərərinə hesablanır. Və hər bir kəlmə əməl dəftərində yer alır. Dünyada iki mələk tərəfindən qeydə alınır və qiyamət günü isə hesablar açılır. Və hər kəsin etdiyi əməlinin əvəzi heç bir əksiksik olaraq veriləcəkdir. Və fikir verin, əksiksiz nə deməkdir? Sən nə, hətta yaxşılıq etsən belə, miskal zərrəsi qədər dilinlə yaxşılıq etmirsənsə, kiməsə fayda vermirsənsə, bu mütləq şəkildə qarşılığını tapacaq.
Və bunun müqabili olaraq yadında saxla ki, miskal zərrəsi qədər sən kiməsə pislik etmisənsə, bu da mütləq şəkildə qarşılanacaq. Yəni Allah Taala ədalətlidir qardaşlar. Və sonra buyurur ki: "Və an Bilal ibn el-Harith radiyallahu anh qala Rasulullah sallallahu aleyhi ve sellem." Və Allah Resulü sallallahu aleyhi ve sellemin hədisini zikr edir ki, Bilal ibn Haris və bunu əvvəlki dərsdə də qeyd etmişik. "İnnər raculə la yetəkəlləmu bil kelimeti min ridvanillahi Teala ma yadhunnu an tabluğa ma balagat." Yektubullahu lehu biha ridvanehu ila yevmil qiyamah. Buyurur ki, həqiqətən bir kimsə Allahın rızasını qazandıracaq elə bir söz danışar ki, o sözün çatacağı məqamı, yəni savabı təsəvvür belə edə bilməz. Lakin Allah qiyamət gününə qədər həmin şəxs üçün öz razılığını yazar. Subhanallah. Allahın razılığı. Bundan əzəmətli bir şey varmı? Və innər raculə. Bunun əksi olaraq. La yetəkəlləmu bil kelimeti min səxatillahi Teala. Ma yadunnu an tabluğa ma balagat. Feyektubullahu Teala biha aleyhi səxatahu ilə yevmi yelqahu. Subhanallah. Və elə bir insan da var ki, Allahın qəzəbinə səbəb olacaq elə bir söz danışar ki, o sözün haralara gelib çatacağını, nə dərəcədə təhlükəli olacağını düşünməz. Lakin Allah onunla qarşılaşacağı huzuruna, yəni Allahın yanına toplaşacağı günə qədər həmin şəxs üçün öz qəzəbini yazar. Vallahi dəhşətdir, vallahi. Vallahi dəhşətdir. Və insan ona görə danışdığı hər kəlməyə görə hesaba çəkiləcək. Sən ağzından çıxan şeylərə tək burada insanlara əziyyətdən söhbət getmir. Tək burada insanların haqqına girməkdən söhbət getmir. Bəli, bu da əzəmətlidir. Lakin bugün günümüzdə bəzi məsələlərdən qeyd eləmək istəyirəm ki, bugün görürsünüz, din elə bir sahə olub ki, artıq Allahın bu dini hər kəs dindən danışır, qardaşlar. Hər kəs dindən danışır. Və fikir versəz, bir məclisdə əgər bir mühəndis varsa, o mühəndislikdən ondan başqa heç kim danışmır. Hamısı susur danışır. İşin əhlinə yönəldir. Çünki başları çıxmıraq. Bir məclisdə əgər riyaziyyatçı varsa, orada ondan başqa heç kəs riyaziyyatdan danışmır. Cürət etmir yəni. Deyirlər, bu riyaziyyat müəllimi, bunun yanında danışmaq olar mı? Biz nə bilirik ki? O yaxşı bilir. Bir məsələdə maşın təmirçisindən başqa, o məclisdə maşın təmiri əgər söhbəti düşürsə, o ustadan başqa heç kim danışmır. Amma məqam gələndə Allahın dininə, bir məclisdə onlar hamısı toplaşsa belə hamısı Allahın dinindən danışırlar. Fikir verin, subhanallah. İnsan ona görə vallahi danışmamalıdır. Əgər elmin yoxdursa, hətta sələflər deyərdi ki, bir insan haqqı bilmirsə, Allahın dinindən cahildirsə, cahilcəsinə fətva versə, hətta yalan danışmasa belə, doğruya isabət eləsə belə yalancıdır. Allahın dinindən elmsiz danışdığına görə. Baxın, bugün fitnələr necə çoxalır, necə bidət əhli çoxalır. Biri durur yerindən Allahın vacib etdiyi həcci inkar eləyir, deyir Allahın qəsdi burada o deyil. Necə cürət eləyir ki, bu insanı necə cürətləndirir ki, o Allahın adından danışır bu insan. Allahın halal etdiyinə haram deyir. Biri durur deyir ki, Allah Rasulunun hədisləri nəyə lazımdır ki, Quran var da. Görün necə insanlar cürətləniblər, necə danışmağa həvəslidirlər. Biri deyir ki, bu hədis mənim ağlıma batmır, bu deyəsən zəifdir. Biri deyir ki, yox, burada ayə bu qəsd olunmur. Baxırsan ki, bunlar hamısı sıravi insanlardır. Nə bir elm, nə bir alim yüzü görüb, nə, yəni belə. Subhanallah. Cürət, sadəcə cürət. Sən, qardaş, danışdığın şeyə görə Allah Taala'nın huzurunda cavab verəcəksən. Sən Allahın haqqına gelmisən. Və hətta alimlər, bunu dəfələrlə qeyd eləmişik. Hətta alimlər, alimlərin Rəbbi olan Allah, alimlər deyirlər ki, şirk ən böyük günahdır, elə deyilmi, qardaşlar? Şirkdən başqa insanı əbədi cəhənnəmdə saxlayan bir əməl varmı? Allaha sığınırıq. Bax ki, İbn Qayyim rahimehullah Araf surəsi 33-cü ayəsi barəsində deyir ki, Allahın adından elmsiz danışmaq şirkdən böyük günahdır. Fikir verin. Niyə görə yaxşı? Bu sual bizə qəribə gəlmirmi? Niyə görə böyük günah olsun ki bu? Yəni şirk böyükdürsə bundan böyük nə var ki? Var, qardaşım. Allahın adından elmsiz danışmaq. Allah Taala həmin ayədə sayır ki, "Qul innema rabbiyal fawahisha ma zahara minha və ma batan." Yəni Allah Taala gizlində və aşkarda olan fuhuş işləri, azğınlıqları, günahları sayır ki, Rəbbin haram etdi. Və sonra buyurur ki, "Və en tuşriku billahi ma lam yunazzil bihi sultana." Subhanallah. Deyir ki, və Allah Taala nəyi haram etdi? Haqqında heç bir dəlil endirmədiyi halda başqasından şərik qoşmağı haram etdi. Və sonra buyurur ki, "Və en taqulu alallahi ma la ta'lamun." Və Allah barədə elmsiz danışmağı. İbn Qayyim bunun təfsiri barəsində gətirir ki, bu bir şirkdən böyük günahdır. Yaxşı, niyə? Yəni bunu eləyən insan nə demiş olur ki, bu şirkdən böyük günah olsun? Əslində bunun özü də şirkdir, qardaşlar. Və şirkin dərəcələri olduğu kimi bu ən son nöqtədir.
Çünki insan, fikir verin, mən mücərrəd olaraq deyirəm ki, baxın, Allah Taala bu şeyi haram eləyib. Halbuki Allah Taala o şeyi halal edib. Sən neyləmiş oldun? Öz nəfsini Allaha şərik qoşmuş oldun qardaşlar. İnsanın öz nəfsini Allah... Məsələn, biz deyirik ki, qəbirlərdən istəməyin, ölmüş insanlardan istəməyin, hətta mələk olsa belə istəməyin, ancaq Allahdan istəyin. Onu edən insana biz nə deyirik? Sən filan kəsi Allaha şərik qoşdun. Şirk elədin nəticədə, deyilmi? Amma bu Allahın adından danışan insan başqasını yox, özü öz nəfsini Allaha şərik qoşur. Yəni sən şəriət qoyursan otağa. Ona görə məsələ bəsit deyil vallahi. Məsələ bəsit deyil. Ona görə hər kəlmənə görə Allah qatında soruşulacaqsan. Hər kəlmənə görə. Sən Allahın dinindən belə bir fətva verdin. Elə bilmə ki, burada filan kəsə fətva verdim və mən sonra buraxdım, o getdi, əməl elədi, vəssalam. Yox. Bu yazıldı. Qiyamət günü Allahla görüşəcəksən. Allahın adından elmsiz fətva verdiyinə görə. Əvvəl bu şeylərə ehtiram var idi, qardaşlar. Əvvəl heç kəs elm əhlinin yanında, elm əhli olan yerdə danışmazdı, cürət eləməzdi. Amma indi Allah müstəhan vəziyyət dəyişir. Və buyurur ki, وَلِذَٰلِكَ كَانَ عَلْقَمَةُ رَحِمَهُ اللّٰهُ وَهُوَ أَحَدُ رُوَاتِ هَذَا الْحَدِيثِ. Və buyurur ki, Alqamə rahimehullah, yəni bu hədisi rəvayət edən ravilərdən biridir. Yəqulu kəm min kələmin qad məna'nihi hadisu Bilal ibn Harisin. Fikir verin. Deyir ki, Alqamə, bu hədisi rəvayət edən Bilal ibn Harisdən. Deyir ki, həmin bu hədis, yəni Bilal ibn Harisin rəvayət etdiyi bu hədis məni nə qədər sözləri danışmaqdan məhrum elədi. İnsanın hədisə əməl eləməyinə fikir verin. Bu hədisə eşidəndən sonra mücərrəd kəlam olaraq buraxmadı. Əməl elədi ona. Necə əməl elədi? Artıq o dilinə yiyə dururdu. Hər şeyi danışmırdı. Və buyurur ki, فَكَانَ يَمْتَنِعُ عَنْ كَثِيرٍ مِنَ الْكَلَامِ. Və deyir ki, bu hədis təkcə bunu yox, çoxlarını, yəni insanın boş danışığından və yaxud da ki, fayda verməyən danışığından mane olmuşdur. Və buyurur ki, o əleyhinə bir sözün yazılmaması və ya faydasız, boş, lağlağı bir kəlmənin qeydə alınmaması üçün çox danışmaqdan çəkinirdi. Yəni kim? Alqamə rahimehullah. Və sonra buyurur ki, təəccüblüdür ki, Şeyx Hafizullah buyurur ki, təəccüblüdür ki, insana haram yeməkdən, zülmdən, zinadan, oğurluqdan, şərab içməkdən, harama baxmaqdan və bənzəri şeylərdən çəkinmək asan gəlir. Lakin dilinin hərəkətinə nəzarət etmək ona çətin gəlir. Hətta elə adam görərsən ki, dindar, zahid və ibadət əhli kimi tanınır. O insan barmaqla göstərilir. Lakin fərqində olmadan Allahın qəzəbinə səbəb olacaq elə bir kəlmə danışır ki, o təkcə bir kəlməyə görə cəhənnəmin dərinliyinə, məşriqlə məğrib arasındakı məsafədən daha uzağa atılır. Və nə qədər adam görmüsən ki, və buyurur ki, Şeyx Hafizullah, nə qədər insan görmüsən ki, çirkin işlərdən və zülmdən uzaq durur. İnsan vara sahibidir. Özünə fikir verir, təqvasına fikir verir. Lakin dili ilə dirilərin və ölülərin şərəfinə, namusuna dil uzadır. Və nə dediyinə heç vaxt əhəmiyyət vermir. Nə dediyinə heç vaxt əhəmiyyət vermir. Və halbuki bədən üzvlərinin ən asan hərəkəti nəyin hərəkətidir? Dilin hərəkətidir. Lakin qul üçün ən çətin və zərərli olan da elə budur. Ən çətin və zərərli olan da elə budur, qardaşlar. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ. Möminlər həqiqətən nicat tapdılar. O kəslər ki, namazlarında muti idilər, xuşu ilə, qəlblə namaz qılırdılar. Və sonra nə buyurur? Və o kəslər boş, faydasız şeylərdən üst çevirirdilər. Həmçinin bunun içərisində boş danışıq da girir, qardaşlar. Mömin kəsin işi deyil bu. Mömin insan boş danışıqdan, lağlağıdan, hətta bəzən görürsən ki, qardaşlar bir-birlərinə anekdot danışırlar. Gülmək üçün lətifələr danışırlar. Hansı ki, bu şeylər heç vaxt olmayıbdır. Həqiqətdən uzaq şeylərdir. Sadəcə danışır ki, gülsünlər deyə. Peyğəmbər sallallahu əleyhi və səlləm bu cür insanlara lənət deyib, qardaşlar. Və sonra buyurur ki, Hafizahullah, məhz buna görə də bir müsəlmana yaraşan odur ki, dilini nəzarətdə saxlasın. Və danışmazdan əvvəl öz-özünə belə bir sual versin ki, danışacağı söz
Sözün bir faydası və səmərəsi varmı? Və dilin bəlaları çox olduğu, qəlbdə şirinliyi, həzzi olduğu və insanın təbiətində, nəfsində onu danışmağa sövq edən amillər olduğu üçün onun təhlükəsindən ancaq nə ilə nicat tapa bilər? Dilini qorumaqla qardaşlar. Dilini qorumaqla. Və sonra buyurur ki, Səələ Uqbət ibn Amir. Uqbət ibn Amirdən belə soruşulmuşdu. Yəni Uqbət ibn Amir deyir ki, Allah Rasulundan belə soruşun. Mən nəcət. Nicat nədir ya Rasulullah? Yəni qurtuluş nədədir? Baxın sahabeləri nə maraqlandırırdı qardaşlar? Qurtuluş, cəhənnəmdən xilas olmaq, cənnətə girmək, bu şeylər maraqlandırırdı. Baxın Allah Resulü sallallahu aleyhi və səlləm cəhənnəmdən qurtuluşu və nicat tapmağı nəyə bağlayır? Diqqətli olaq. Deyir ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm Əmsik aleykə lisanək. Dilini saxla. Yəni dilinə nəzarət elə. وَلْيَسَعْكَ بَيْتُكَ وَبِكِ عَلَى خَطِيئَتِكَ. Dilini nəzarət elə, evinlə kifayətlən, yəni fitnələrdən qorunmaq üçün və günahların üçün ağla. Və bu üç şeyi eləyən insan Allah həm dünyada, həm də ahirətdə nicat tapan kəsdir qardaşlar. Dilini saxlayacaqsan haramdan, qeybətdən, nəmmamlıqdan, söz daşımaqdan, hər bir şeydən. Haram olan hər bir şeydən. Bu sənin üçün nicatdır. Və evinlə kifayətlənəcəksən, evin sənə kifayət edəcək, yəni fitnələrdən qorunmaq üçün evində otur. İnsanlar arasında çox qaynaşan, çox qaynayan, onlarla bir yerdə olmağa həris olan insanları görürsünüz neçə fitnələrə düşür qardaşlar. Həmçə İbn Qayyim rahimehullah nə buyurur? İnsanın qəlbini öldürən ən mühüm səbəblərdən də biri hansıdır qardaşlar? İnsanlara çoxlu qaynayıb qarışmaq. Rəbbinə vaxt ayırmamaq, Allahla təhlükdə az olmaq. Və bu da ikinci məsələ idi. Və üçüncü məsələ də insanın nicat tapdıran şey nədir? İnsanın günahları üçün ağlaması. Günahları üçün ağlaması. Bəzən şeytan bu üç şeydən də insanı aldadır. Bunun əksini necə göstərir? Gözəl göstərir. Yəni dili nəyə gəldi? Sürüşür. Dili başına bəla olubdur. Evdən başqa hər yerdə tapılır. İnsanların bütün gün arasındadır və başı fitnələrdən qurtulmur. Həmçinin günahlarını da unudubdur qardaşlar. Günahlarını unutması insan üçün fəlakətdir. Ona görə də Allahdan istəyirəm ki, Allah Teala bizləri dilini tutub saxlayan, evi ilə kifayətlənən və günahlarımız üçün ağlayan qullarından etsin. Və bu qədər inşallah kifayət eləyər. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.